12 oktyabrda güvən sınaq imtahanı keçirilib 11-ci sinif üçün. Gəlin suallarla tanış olaq. Başlanğıc sürəti 30 metr böl saniyə olan avtomobil düz xətli bərabər təcili hərəkət eləyir. 6-cı saniyənin sonunda sürəti 12 metr böl saniyə olan avtomobilin təcili. Başlanğıc sürəti 30 metr böl saniyədir. Son sürət 12. Yəni təcilin ifadəsini yazacaq. V minus V0 bölünsün T. Son sürət 12, başlanğıc sürət 30, zaman isə 6. Olacaq mənfi 18 böl 6, mənfi 3. Məndən modul soruşdu, ona görə olacaq müsbət 3 metr böl saniyə kvadrat. Cisim X ox istiqamətində 5 metr böl saniyə sürətlə düz xətli bərabər sürətlə hərəkət edir. Bu cisim K nöqtəsini keçən andan 8 saniyə sonra M nöqtəsinə çatır. 8 saniyə sonra gəlir M-ə çatır. M nöqtəsinin koordinatı. Düz xətli bərabər sürətlə hərəkət edir deyə görək nə qədər yol gedəcək. VT ilə tapıram. 5 vurulsun 8, 40 metr. Cəmi 40 metr yol gedir. Bunun mənfi 10, yəni 10 metrin mənfi də gedir 10 metr. Bundan sonra 30 metr getməlidir. Baxın, gəlir 30 metr M nöqtəsinə çatır. Deməli, M nöqtəsinin koordinatı elə 30 metrdir. Düz xətlə hərəkət edən cismin koordinatının zamana nasıl qrafiki verilib? İlk 10 saniyə ərzində gedilən yol. Baxaq. Birinci müəyyən bir T1 müddətində, baxın, 5-dən gəlir 8-ə, 3 metr gedib, üstə gələk. Sonra 8-dən düşür 3-ə, nə qədər gedir? 5 metr gedir. Ondan sonra 3-dən 0-a gəlir, sonra təzən 3-ə gəlir. Ümumi 3, 3, 6 metr də belə gedir. Olacaq 3 üstə gələk 5, 8, üstə gələk 6, 14. Cavab eləyir D variantı. Baxaq 34-də. Suya nəzərən sürəti 1 metr böl saniyə olan idmançı çayın bir sahilində A məntəqəsindən A, B istiqamətində çayın digər sahilə doğru üzməyə başlayır. Çayın axın sürəti və çay 0,8 metr böl saniyə olduğuna görə idmançı 50 saniyə ərzində çayın digər sahilindəki C nöqtəsinə çatır. İdmançı bərabər sürətlə hərəkət edərsə çayın enini soruşur bizdən. Çayın eninin düsturu var idi. Necə idi? V, Y, yəni şaqili toplanan vurulsun zaman. Məndən bu eni soruşur. Bunun üçün gələm mən şaqili toplananı biləm. Bunun üçün də bax, nə edirəm? Bu çayı gətirirəm, köçürdürəm üzgüçünün sürətini, baxın, sonuna. Bax, bu şəkildə. Düzdürmü? Mən, bax, burada sanki düz bucaqlı üç bucaq yaranır da. Bax, mən bunu bilirəm. Hipotenuzumdur bu mənim. Bu 1-dir. Bu çaydır. Çayı da bilirəm. 0,8-dir. Baxın, bax, belədir də. Belə bir düz bucaqlı üç bucaq yaranır. Bura 0,8-dir. Bura 1-dir. Onda mən buranı necə tapıram? Pifaqorla tapıram. Kök altında 0,8-in kvadratı üstə gələk. Bu elbiki Y toplanandır. Bu X toplanandır da. V, Y-in kvadratı yazıram. Bərabərdir 1-ə. Buradan V, Y-i tapıram ki, olur 0,6. Düzdürmü? Deməli, mən şaqili toplananı tapdım ki, 0,6-dır. Yazıram 0,6, zamanım da 50. Cavab eləyəcək 30 metr C variantı. Yol zaman tənliyi. S bərabərdir 10 T üstə gələk 2 T kvadrat şəklində olan cismin ilk 4 saniyə ərzində orta sürət. Orta sürət nədir? S ümumi gedilən yolun T ümumi zamanın nisbəti. Ümumi zamanım 4-dür. Yolum da bax budur da 10 T üstə gələk 2 T kvadratı. Gəlin zamanı qoyaq yerinə, yəni 4-dür. 10 vurulsun 4, 40. Üstə gələk. 2 vurulsun 4-ün kvadratı da eləyəcək 16. Yuxarı eləyəcək 40 üstə gələk 32, 72 bölünsün 4. Bu da mənə verəcək 18 metr böl saniyəni D variantı olacaq. Sürət vektorların istiqamətləri təsvir olunmuş iki cisim X oxu boyunca hərəkət edir. Əgər birinci cisim düz xətli bərabər yeniləşən, bax, birinci cisim X oxu istiqamətində, bu X oxumdur da, X oxu istiqamətində hərəkət edir və yeniləşən hərəkət edir. Sürətin özünün də işarəsi müsbətdir. Yeniləşən hərəkət elədiyinə görə deməli, sürətlə təcil eyni istiqamətdə yönəlir. Onda mənim birinci cismimin təcilinin proyeksiyası da müsbət olacaq. İkinci cisim isə yavaşan hərəkət edir. Ümumiyyətlə, X oxunun əksi olduğuna görə ikinci cismin sürəti mənfi olur. Yavaşan hərəkət olduğuna görə təcillə sürət əks olmalıdır. Onda təcil də müsbət olmalıdır. Yəni, ikisində də müsbət olacaq. Yox. İkisində də müsbət A variantına verilib. Yəni, birinci yeniləşən hərəkət eləyir. Sürətlə təcil eyni istiqamətdədir. Sürət müsbət olduğuna görə təcil də müsbət oldu. İkinci yavaşayan hərəkət eləyir.
X oxu əksi hərəkət elədiyinə görə sürət mənfidir. Təcil onun əksinə müsbət olacaq. Ona görə ikisinin də cavabı olur müsbət. Baxaq 37-yə. X oxu istiqamətində düzxətli bərabər sürətlə hərəkət edən cismi koordinatlı zamanın asılığı. Gəlin variantlara baxaq. Birincidə görürsünüz sabitdir. İkincidə də sabit. Yəni koordinat sabitdir. Burada hərəkət yoxdur. İkinciyə baxaq. Bax, bunları tapmaq üçün nə edirik? Sürüşdürürük koordinat başlanğıcına. Görürsünüz T oxundan aşağıya paralel, yəni bunun necə bir hərəkət olduğunu tapmaq üçün ümumiyyətlə belə qrafiklərdə həmişə koordinat başlanğıcına köçürün. Görürsünüz T oxundan aşağıdadır. Bu olacaq X oxu əksi istiqamətdə. Düzxətli bərabər sürətli mənə X oxu istiqamət lazımdır. D də yəni X oxu əksidir. Y-yə baxaq. Yeni gəlin paralel köçürdək koordinat başlanğıcına. Görürsünüz T-dən yuxarıdadır. Ona görə olacaq X oxu istiqamətində düzxətli bərabər sürətli. 38-ə baxaq. R radiusu çeviri üzrə sabit V sürəti ilə hərəkət edən cismin T zaman müddətində dövrlərinin sayı. Sürətin düsturunu yazam. 2πr(n). Düzdürmü? 2π, n-i də yazaq. N böyük n bölünsün T şəklində. Düzdürmü? Onda gəlin buradan n-i tapaq. N-i tapanda nə edirik? VT bölünsün 2πr. Cavab olacaq A variantı. Verilmiş radiusu çevirə üzrə bərabər sürətlə hərəkət edən cismin K nöqtəsindən keçən anda sürət və təcil vektorların istiqaməti. X oxu əksi istiqamətdə hərəkət edir. Çeviri üzrə də sürət çeviriyə toxunan istiqamətdə hərəkət edir. X oxu əksi olduğuna görə, üzr istəyirəm, X oxu yox, çeviri üzrə sadə əqrəbin əksi istiqamətdə hərəkət etdiyinə görə K-da sürət olacaq belə. Təcil də mərkəzə doğru yönəldiyindən bu şəkildə olacaq. Bu sürət, bu isə təcil. Harda verilib? C variantında verilib. Baxaq 40-a. Maddi nöqtənin çeviri üzrə bərabər sürətli hərəkətlərində bucaq sürətinin mərkəzi qaçma təcilindən asılılıq diaqramı verilibdir. Hansı nöqtə xətti sürətin ən kiçik qiymətinə uyğundur? Bax, təcilin bucaq sürəti və xətti sürətindən belə bir düsturu var. A omega V-yə bərabərdir. Sürəti tapaq buradan. A bölünsün omega. Deyir, xətti sürətin ən kiçik qiyməti. Mənə təcilin ən kiçiyi lazımdır. Çəkdim. Bucaq sürətin ən böyüyü lazımdır. Kəsiş dedik, cavab oldu 1 A variantı. 41. Maddi nöqtə verilmiş radiusu çeviri üzrə bərabər sürətlə hərəkət edir. Maddi nöqtənin dövrətmə periodu 2 dəfə artanda mərkəzə qaçma təcili 4π kvadratı R bölü T kvadratı düsturundan işləyəcəyik. Verilmiş radiusu dediyinə görə R sabitdir. Periodu 2 dəfə artıdımsa A T-nin kvadratı ilə tərs asılı olduğundan 4 dəfə azalmış olacaq. Cavab olur B variantı. Saatın saniyə əqrəbinin uc nöqtəsinin mərkəzi qaçma təcilinin onun uzunluğundan asılığı. Baxın, saatın saniyə əqrəbi hərəkət edəndə sanki biz bunu radius kimi qəbul edəcəyik. Onda A bərabərdir 4π kvadratı R bölü T kvadratı. Onda saatın saniyə əqrəbi də sabitdir də, yəni. Onda A R-lə necə asılı olur? Düz asılı olur. Cavab olur A variantı. Maddi nöqtə R radiusu çeviri üzrə bərabər sürətli hərəkət edir. Verilmiş radiusun dönmə bucağı, yəni pi radian qiymətində olarsa, yəni pi 180 dərəcədir də. Çevrə də 360-dır, onun 180-dır, tən yarısıdır. Onda yerləşmə nə qədər olacaq? Sizin bax, tən yarısın gəlirsə nə qədər gedəcək? R bura, R bura. Tutalım A nöqtəsindən B nöqtəsinə gəlirsə 2R qədər gedir də. Cavab olur D variantı. Çeviri üzrə bərabər sürətli hərəkətdə radius vektorunun dönmə bucağından asılıq qrafikinə əsasən bucaq sürəti. Omega nəyə bərabərdir? Fi bölü T'dir. Delta fi bölü T. Delta fi'ni tapsaq 15 çıxılsın 3 bölünsün 3. Yəni 12 bölünsün 3. Cavab edir 4 radian bölü saniyə. C variantı. F qüvvə vektorun modulunu hesablayın. Baxın, bu bucağa bitişik olan F kosinus alfadır. Digəri isə F sinus alfadır, düzdürmü? Mənə verib, bax, F kosinus alfanı verib ki, 0-dan 24-ə gəlib, yəni 24. Bərabərdir F kosinus alfada 0,6-dır. Onda mən buradan F tapıram ki, 24 bölünsün 0,6. Bu da mənə verəcək 40 Newton. Y variantı. Newton vurulsun saniyə kvadratı bölünsün metr. Yəni, Newtonu açaq, kilogram metr bölünsün saniyə kvadratına bərabərdir. Yuxarıda 1 saniyə kvadratım var, aşağıda da 1 metrim var. Metrlər ixtisar getdi, saniyə kvadratı ixtisar getdi. Qaldı kilogram, bu da kütlənin vahididir. Cismə tətbiq olmuş 4 qüvvənin əvəzləyicisinin modulunu hesablayın. Baxın, F2 ilə F1 bir-birinə nədir? Perpendikulyardır. Gəlin, Pifaqor teoremindən istifadə edək, əvəzləyicisini tapaq. F1-in kvadratı, üstə gələk F2-nin kvadratı.
144 üstə gələk 256. Kök altında 400. Ondan da çıxır 20. Deməli bu ikisinin əvəzləyicisi də bax budur. 20 Newton. Bir dənə də F üçün var. O da 20 Newtondur. Onu nəzərə alıram. Yəni bu 20 tapdığım sadəcə olaraq F2 ilə F1-in əvəzləyicisidir. Onda bu istiqamətdə, yuxarı istiqamətdə 40 Newton, aşağı onun əksindən də 15 var. Onda əvəzləyicisini tapanda 40-dan 15-i çıxıram. Cavab eləyir 25 Newton C variantı. Kütlələri M1 bərabərdir 200 qram, yəni 0,2 kiloqram. M2 nə qədərdir? 0,8 kiloqram olan iki cisim qarşılıqlı təsir zamanı qarşılıqlı təsirdə onda F1 F2-yə bərabərdir. Birinci cismin aldığı təcil ikinci cismin aldığı təcildən 1/2 dəfə çoxdur. Yəni A1 A2 üstə gəlib 1/2-yə bərabərdir. Onda birinci cismin təcili. F də M-adır, düzdürmü? Onda əgər qüvvələr bərabərdirsə, çünki qarşılıqlı təsirdə olurlar, M A ilə tərs asılıdır. Belə yazaq. M1 bölünsün M2 bərabərdir A2 bölünsün A1. Verilənləri qoyaq yerinə. 0,2 bölü 0,8 bərabərdir. A2 bölünsün. A1-in yerinə yazıram. A2 üstə gələk 1,2. Düzdürmü? Burada ixtisar gedir. Burada qalır 4. Gəlin buraq. 4A2 bərabər olur. A2 üstə gələk 1/2-yə. A2-ni keçirdək bərabərin digər tərəfinə. Olacaq 3A2 1/2-yə bərabərdir. Onda mənim A2 nəyə bərabər olur? 0,4 metr bölü saniyə kvadratı. Məndən birinci cismin təcilini soruşur. Birinci də A2 üstə gələk 1/2-dir. A2 0,4, üstünə də 1/2 gələndə olacaq 1/6 metr bölünsün saniyə kvadratı. Baxaq. Silə bilmədim. Neysə, baxaq 49-a. Nə deyir burada? Bir ucu bərkidilmiş dinamometrin göstəricisine əsasən onun sərbəst ucuna təsir edən qüvvənin qiymətini və cihazın xətasını tapın. Cihaz neçəni göstərir? Qüvvənin qiymətdə, yəni dinamometr neçədir? 60-dır. Düzdürmü? Xətanı tapmaq üçün gəlin bir bölgünü tapaq. Bunun üçün də çıxaq 70-dən çıxaq 60-ın, yəni bir dənə böyükdən özündən əvvəlki bir dənə kiçik çıxıb aralarındakı cizgilərin sayına bölürük. 1, 2. Aralarında da 2 cizgi var. 10 bölünsün 2, 5. Bir bölgün 5'dir. Bir bölgünün qiymətinin yarısı da mənə xətanı verir. Yəni 2,5 Newton da mənim xətamdır. 62,5 Y variantı. Həcmi 4 metr kub olan, sıxlığı 0,8 qram bölü santimetr kub olan cismin kütləsi rho nəyə bərabərdir? MV-yə. M-i tapanda rho V. Qramdır, kilograma da çevirəndə minə vururuq, cavab eləyir 3200 kilogram Y variantı. Baxaq 51-ə. Cismin sürətinin proyeksiyasının zamanla asılı qrafiki verilib. Bu cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyasının zamanla asılığı hansıdır? Baxın, V T-dən necə asılıdır? 0 T1 zaman alanda bərabər yeniləşən hərəkətdir də. Bərabər yeniləşən hərəkətdə F nə olur? Konstant olur. Gəlin Fx-in T-dən asılığını yazaq. Sabitdir. T1 T2 aralığında isə bərabər sürətlə hərəkət edir. Bərabər sürətlə hərəkətdə də qüvvə yaranmır. Cavab olacaq B variantı. 52-yə baxaq. Skalyar fiziki cəmiyyətli yol, BC-də vahidi əsaslı ikisi də trayektoriyanın uzunluğuna bərabərdir yol. Qapalı trayektoriyada yer dəyişmə 0-a bərabərdir. Cavab olur 1, 3, 2, 4 D variantı. Ədədi qiymətcə vahid zamanda sürətin dəyişməsinə bərabər olan fiziki cəmiyyətə biz təcil demişik. Bir cismin digər cismə təsirini xarakterizə edən fiziki cəmiyyət qüvvədir. Düz xətli bərabər təcilli hərəkətdə qüvvələrin əvəzləyicisi qiymət və istiqamətcə sabit qalır. Düz xətli bərabər sürətli hərəkətdə isə əvəzləyici qüvvə 0-a bərabərdir. Baxaq 54-də. Düz xətli bərabər yeniləşən hərəkət edən cismin ilk 5 saniyə ərzində 25 metr yol gedib. 5-ci saniyənin sonunda sürət 8 metr bölü saniyə olarsa, başlanğıc sürəti tapın. Bunun üçün belə eləyə bilərəm də, bu üstürdən istifadə eləyə bilərəm. V üstə gələk. V0 bölü 2 vur T'dən. 25 bərabərdir. 8 üstə gələk V0 vurulsun zamanda 5. 25-i 5-ə bölək qalacaq burada 5 bərabərdir. 8 üstə gələk V0 bölü 2. 5-i vuraq ki 10 bərabər olur. 8 üstə gələk V0. Buradan da mən V0-ımı tapıram 2 metr bölü saniyə.
O mərkəzindən keçən ox ətrafında fırlanan disk el kənar nöqtəsinin, diskin daha doğrusu, xətti sürəti 1.8 desimetr/saniyə olarsa, diskin dövrətmə periodu. Bax, sürətin 2 pi r bölü t düsturundan istifadə edə bilərəm də, düzdürmü? Periodu da tapmaq üçün eynirəm, 2 pi r bölürəm v-yə. Gəlin verilənləri qoyaq yerinə, 2 pi 3. Radiusa baxaq. Bax, radius budur da, düzdürmü? Neçə damadır? 1, 2, 3 damadır. 1 damam 1 desimetr isə 3 damam olacaq 3 desimetr. Elə sürət də baxın desimetrlə verilib. 1.8 də burada. Deməli 2 vuruz 6. Bunlar ixtisar getdə qalır 0.3. 3-ü də 0.3-ə böləndə 10 saniyə olmalıdır. Yəni mənim periodum olacaq 10 saniyə. 56-ya baxaq. Necə hərəkətdir? Baxın bu qrafikə baxaq. Saatli bərabər yavaşyan. Bərabər yavaşyan olduğuna görə təcillər onsuz da bərabər olmalıdır. Sürətlərə baxanda isə sürət getdikcə kiçilir. Onca birinci sürət ikincidən böyük olur. ABCD trayektoriyası üzrə hərəkət edən velosipedçi AB hissəsində bərabər yeyinləşən, baxın burada bərabər yeyinləşən, BC və CD hissəsində bərabər sürətli. Burada baxın əyri xətlər hərəkət elədiyinə görə təcil yaranacaq. CD hissəsində isə bərabər sürətli. Gəlin verilənləri uyğunlaşdıraq. AB hissəsində yeyinləşən olduğuna görə təcil vektoru sürət vektoru istiqamətdə yönələcək. Adı gedəcək bura. Təcil vektoru sürət vektorunun əks istiqamətdə yönəlir. Yox, burada bərabər yavaşan hərəkət yoxdur. Təcil vektoru sürət vektoruna perpendikulyar. Aha, bax, əyri xətlər hərəkətdə perpendikulyar istiqamətdə yönələcək. C getdi bura. Təcil 0-a bərabərdə də CD hissəsində bərabər sürətlə hərəkət elədiyindən olacaq 0. Baxaq 58-ə. Deməli, üfüqi müstəvidə qoyulmuş M1, 2M, M2, 3M kütləli 2 cisim iplə bir-birinə bağlanmışdır. M1 cismi F qüvvəsi ilə dartılır və cisimlərə sabit təcillə hərəkət verir. Gəlin təcili tapaq. Baxın, F bərabərdir MA-dan, A-nı tapanda F-i bölürük sistemin kütləsindən, yəni 5M-ə. Bax, F bölü 5M A-ya bərabərdir. İp qırılandan sonra, baxın, burada ip qırılır. İp qırıldı, düzdürmü? Hər iki cisim necə hərəkət edəcək? İp qırılandan sonra F ancaq bu 2M-i də artacaq. Onda F bölünsün 2M. Onda nə olacaq? Təcil. Birinci cismin təcili artacaq. Birinci cismin təcili yazaq. Birinci cismin təcili artar. İkinci cismə baxaq. İkinci cismə birinci dəfə ancaq bu gərilmə təsir edir də. İp qırılandan sonra artıq bu gərilmə də yoxdur. Cisim düz xətlə bərabər sürətli hərəkət halında olacaq. Yəni birinci cisim getdikcə yeniləşəcək, ikinci cisim bərabər sürətlə hərəkət edəcək. Kütləsi 2 ton, yəni 2000 kiloqram olan sükunət vəziyyətindən və 0-0-dır. Sabit əvəzləyici qüvvənin təsiri altında düz xətlə hərəkətə başlayır. İlk 20 saniyə ərzində avtomobil 300 metr yol gedirsə, əvəzləyici qüvvəni tapın. Bərabər sürətlər, daha doğrusu sükunət vəziyyətindən başladığına görə AT kvadratı bölünsün 2 yazıram. A-nı tapaq, 2S böl T kvadratı, düzdürmü? 2 vurulsun 300, zaman da 20-dir, kvadratı olacaq 400, düzdürmü? Sıfırlar ixtisar gedəcək, olacaq 1,5 metr böl saniyə kvadratı. Mən təcilimi tapdım. Qüvvəmi tapanda nə edirəm? Əvəzləyici qüvvə MA-ya bərabərdir də. Kütləm 2000, 1,5-ə də vururam, cavab eləyəcək 300 Newton. Daha doğrusu 3000 Newton. Mənim qüvvəm olacaq 3000 Newton. Əvəzləyici qüvvəmi tapdım. İndi baxaq 60-a. Deməli, başlanğıc sürəti 108 km/saat. Onda bunu metr böl saniyəyə çevirsə 18-də 5-ə vurmalıyıq. Olacaq sürət nə qədər? Başlanğıc sürət nə qədər? 30 metr bölünsün saniyə. X oxu əksi istiqamətində. Düz xətli bərabər təcilli hərəkət edir. Bu cismin təcilinin proyeksiyası 5 metr böl saniyə kvadrat olarsa ilk 10 saniyə ərzində sürətin modulunun zamandan asılılığı. Baxın, 30 metr böl saniyə sürətlə X oxu əksi istiqamətində hərəkət edir. Yəni birinci proyeksiyanı yazaq. Baxın, 30 metr X oxu əksi istiqamətdə hərəkət elədiyinə görə, yəni mənfi 30-dan başlayır. 5 metr böl saniyə kvadratı təcillə.
Düzdürmü? Onda zamanımı tapa bilərəm də. Bax, A bərabərdir V çıx V0 bölü T'dir, düzdürmü? Gəlir, bax, hansı zaman anda 0-a bərabər olur? Bax, bu son sürəti 0 götürsək, təcil 5-dir. Başlanğıc sürəti 30-dur. Zaman mənfi olmur da, onu nəzərə almaya bilərik. Onda T olacaq 6. 6-cı saniyədə gəlir olur 0. Aha. Ondan sonra isə artıq bu istiqamətə hərəkət edir. Artıq burada bir dəqiqə bu qrafik uzadım. Baxın. 6-cı saniyədə gəldi oldu sürət 0. Bəs yaxşı, bax bu 4 saniyə zaman anda sürət nəyə bərabər olacaq? V bərabərdir AT-dən tapa bilərəm də. Başlanğıc artıq burada 6 saniyə ilə 10 saniyə zaman aralığında bunun sürəti 6-cı saniyədə 0 olur. Artıq ondan sonra cisim neyinir? Yeniləşən hərəkət eləyir də X oxu istiqamətində. Onda istiqamətini dəyişir. V bərabərdir AT-dən tapa bilərəm. A-mı tapmışdım. Daha doğrusu verib 5. Nə qədər vaxt keçib? 4 saniyə vaxt keçib. Onda gələcək bax 20-yə. Bax qrafik belə olacaq. Amma məndən modul soruşduğuna görə bax belə yazacağam. Birinci 30 metr bölü saniyədən sürətlə gəlir, yavaşlayır. 6-cı saniyədə olur 0 sürət. Ondan sonra 10-cu saniyədə də gəlir 20 metr bölü saniyə sürətə. Biraz səliqəsiz oldu. İndi baxaq. Kütləsi 2 ton olan mini avtomobili sükunət vəziyyətində sabit əvəzləyici qüvvənin təsiri altında sürətli hərəkətə başlayır. 20 saniyə ərzində avtomobil 300 metr yol gedir. 20 saniyənin sonunda avtomobilə təsir edən qüvvələrin əvəzləyicisi 0-a bərabər olur. Bu vəziyyətdə avtomobil daha 30 saniyə düz xətli hərəkət edir. İlk 50 saniyə ərzində necə hərəkət eləyəcək? Baxın, deyir ki, sükunət vəziyyətindən hərəkətə başlayır. Mən tapdım ki, sürət nə qədər olacaq? 30. Baxın, sükunət vəziyyətindən gətirdi, sürəti 30-a çatdıdır. Düzdürmü? Aha. Ondan sonra dəqiqə qəşəng çəkəm. Aha. Eyni şərtdir. Biz sürət tapdıq ki 30'dur. Bu dəfə sükunət vəziyyətindən gəldi, 30 metr bölü saniyə sürətə çatdırdı. 20 saniyə ərzində sükunət vəziyyətindən sürətin artıq 30 metr bölü saniyəyə çatdırdı. Ondan sonra əvəzləyici qüvvə 0-a bərabərdir. O zaman da necə hərəkət eləyəcək? Düz xətli bərabər sürətli. İlk 30 saniyə düz xətli bərabər sürətli hərəkət eləyir. 30 saniyə sonra gəlir sürət 50-yə. Bax, qrafik olacaq belə. İlk 20 saniyə yeniləşən hərəkət eləyir. Ondan sonraki 30 saniyə isə düz xətli bərabər sürətli hərəkət eləyəcəkdir. Əvəzləyici qüvvənin modulunu soruşur ilk 20 saniyə ərzində. Baxın. F-in T-dən asılığı. Birinci yeniləşən hərəkət eləyirsə, ona görə F yuxarıda sabit qalır. Sonra isə düz xətli bərabər sürətli hərəkət elədiyinə görə F olacaq 0. İlk 50 saniyə ərzində avtomobilin sürətinin modulunun zamandan asılı qrafikini çəkdik. Qrafik əsasən 20 saniyənin sonunda sürət. Baxın, S nəyə bərabərdir? AT kvadrat bölü 2-yə. Buradan A-nı tapıram. 2S bölünsün T kvadratı. 2 vurulsun. Yolu vermişdi də mənə deyəsən yuxarıda 300'dür. Zamanda 20 kvadratı 400. Eləyəcək 1,5. Təcilimi tapdım. Düzdürmü? Sürəti də tapanda V bərabərdir AT-dən 1,5 vurulsun 20. Cavab eləyəcək 30 metr bölünsün saniyə. Tapdım. 20 saniyə sonra da sürət olacaq 30 metr bölü saniyə. İzlədiyiniz üçün təşəkkürlər.